Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə hidrogen oksigen su bölməsindəki bir hidrogen mövzusunda 61-dən sona qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 61-ci sualdan başlayaq. 61-ci sual: hansı reaksiyanın həm hidrogen, həm də əsas alınır? Uşaqlar, gəlin birinci reaksiyaya baxaq. Karbon üzərinə su gəldikdə temperaturda bu su qazının alınması reaksiyasıdır. Reaksiya nəticəsində CO üzərinə gəlinsin, hidrogen alınır. Uşaqlar, hidrogen alınır, amma əsas alınmadı. Ona görə bir doğru değil. 2. Suyu natrium xlorda elektroliz etdikdə uşaqlar elektroliz prosesini öyrəndə artıq bu suallar sizə daha asan gələcək. Reaksiya nəticəsində alınır natrium hidroksid, xlor 2, bir də hidrogen qazı. Həm hidrogen alınır, həm də əsas 2-ni götürürük. Keçirik 3-ə baxmağa. 3-də də reaksiya nəticəsində alınacaq oksigen qazı, hidrogen qazı, bir də H2SO4 turşu əmələ gələcək. Ona görə də deməli 3-də də əsas alınmadı. Ona görə də yalnız 2, cavab da A variantı. Keçək 62-ci suala. Metallar daxil edilən qablarda reaksiyadan sonra alınmış məhlulların kütlələrinin müqayisə edin. Su artıq miqdarda götürülmüşdür. Bizə deyir ki, m qram kalsium, m qram lityum və m qram da natrium deməli suyun üzərinə əlavə edilir. Reaksiyadan sonra alınmış məhlulların kütlələrini müəyyən edin. Uşaqlar, ilk öncə kalsiumun üzərinə su əlavə edək. Gəlin elə birdən başlayaq. Kalsium üzərinə gəlinsin H2O. Reaksiya nəticəsində alınır kalsium hidroksid, üzərinə gəlinsin H2. Hidrogen qazı çıxır. Hərəsindən ən yüksək kütləyə malik hansıdır? Kalsiumun ayrı 40, lityumunki 7, natriumunki də 23-dür. Deməli, bizə deyir ki, hamısını eyni kütlədə götürün. Hamısını gəlin 40 götürək. Kalsiumdan bərabər kütlədə eləyək. 40 qram kalsium, 40 qram lityum və 40 qram da natrium götürdük. İndi 40 qram kalsium tutaq götürmüşük. Onda 1 mol hidrogen çıxıb gedəcək. 1 mol hidrogenin kütləsi nə qədərdir uşaqlar? 2 qram. Deməli, 2 qram birinci qabda azalma var. 2 qram azalma. Reaksiya təhlili ilə əmsallaşdırmağı unutmayaq. Əmsallaşdırmasaq cavabı düzgün tapa bilmərik. Keçdik ikinci qaba. Bizə deyir ki, lityumun su ilə reaksiyası baş verir. Lityum üzərinə gəlsin su, lityum hidroksid, üzərinə gəlinsin H2, hidrogen qaz çıxır. Reaksiya təhlili əmsallaşdırır. 2 mol su, 2 mol da lityum. Reaksiya təhlili əmsallaşdı. İndi bizə deyir ki, 14 qram lityum biz götürəndə 1 mol hidrogen qaz çıxır. Bizə 40 mol lityum götürmüşük. Təqribi neçə mol hidrogen qazı çıxar? X mol hidrogen qazı çıxar. X də bərabərdir 40-ın 14-ə nisbəti, 20-nin 7-yə nisbəti. Təqribən 2,9 mol, 2,9 mol hidrogen qazı çıxıb gedəcək. Yəni qabın kütləsi 2,9-u bölürük 2-yə. Əlbəttə ki, 5,8 qram. Deməli, qabın kütləsi 5,8 qram azalacaq. Çünki 5,8 qram hidrogen uçub gedəcək. Keçirik 3-cü qaba baxırıq, kütlə nə qədər azalır. Natriumun üzərinə su gəldikdə reaksiya nəticəsində alınacaq natrium hidroksid, üzərinə gəlinsin hidrogen 2 mol, 2 mol, 2 mol reaksiyanı əmsallaşdırdıq. Normalda biz 46 qram natrium götürsəydik əgər 1 mol hidrogen alardıq. Yəni 2 qram hidrogen uçub gedərdi. Biz götürmüşük 40 qram natrium. 40 qram natriumda da Y mol hidrogen uçub gedəcək. Y də bərabərdir. Biz bilirik ki, yəni Y garanti 1 moldan aşağı olacaq da. Təqribi götürək 0 tam, deməli 40-ın 46-ya nisbəti 0,8. 0,8 mol hidrogen deyilır. 1,6 qram. Deməli, 3-cü qabda da 1,6 qram hidrogen uçub gedəcək və reaksiya nəticəsində sonda maddə kütlələri bu şəkildə azaldı. İndi bizə deyir ki, metallar daxil edilən qablarda reaksiyadan sonra alınmış məhlulların kütlələrini müqayisə edin. Ən az kütləyə malik olan məhlul hansı olar? İkinci qabda olar. Niyə? Çünki ikinci qabda 5,8 qram maddə uçub gedib. Biz eyni miqdar lityum, eyni miqdarda həm lityum, həm natrium, həm kalsium eyni miqdarda suyun üzərinə əlavə elədik. Nə qədər hidrogen çıxıb gedəcəksə, deməli qabın kütləsi o qədər azalacaq, qalanları da qabın içərisində qalacaq. Onda ən az kütləyə malik olan 2-dir, daha sonra 1-dir, daha sonra 3-dür. Ona görə də cavab B variantı. Keçək 63-cü sual. Metallar daxil edilən qablarda reaksiyadan sonra alınmış məhlulların kütlələrini müqayisə edin. Baxın, uşaqlarla eyni sualdır. 40 qram hərəsindən götürək. 40 qram, 40 qram, 40 qram. Kaliumun özünün ayrı 39 qramdır.
İndi biz kalsiyumla lityum üçün bayaq hesabladıq nə qədər ayrılıb gedəcək. İndi gəlin kalium üçün hesablayaq və yuxarıdakı məsələ ilə uyğunlaşdırıb cavabı yazaq. Kaliumun üzərinə su gəldikdə nəticədə alınır kalium hidroksid, bir də H2 qazı çıxır. Reaksiya tənliyini əmsallaşdıraq. Normalda baxın uşaqlar 78 qram kalium reaksiyaya daxil olanda 1 mol H2 çıxacaq. Yox, bizə 40 qram kalium götürmüşdük. Onda x mol H2 qazı çıxıb gedəcək. Yəni qabın kütləsi x mol azalacaq. X də bərabərdir 40-ın 78-ə olan nisbəti. Bu da 0,4. Yəni bilirik ki, 1-dən aşağı 1 mol hidrogen alınır. Mən təqribi yazıram uşaqlar. 0,4 40-ın 7-yə nisbəti 0,5 olsun. Qoy 0,5 təqribi mol hidrogen ayrılır. 0,5 mol hidrogenin kütləsi də elə 1 qramdır. Deməli bu qabın kütləsi, birinci qabın kütləsi yuxarıdakı məsələyə diqqətlə baxın uşaqlar. 2 qram azalır. İkinci qabın kütləsi 5,8 qram azalır. Üçüncü qabın kütləsi aşağıda tapdıq 1 qram azalır. İndi gəlin qabın kütləsinin azalmasına uyğun olaraq reaksiya deməli məhluldakı kütlələri müqayisə edək. Ən az kütlə 5,8 qram uçub getdiyinə görə ikinci qabdadır. Daha sonra deməli birinci qaba baxın 2 qram hidrogen uçub gedib 1-də, daha sonra da 3-də. Ona görə də doğru cavab Y variantı. Keçdik 64-cü suala. Bizə deyir ki, 1 mol natrium reaksiyaya daxil olduğu artıq miqdarda maddələr. Gəlin 64-cü suala nəzər yetirək. 1 mol natrium və reaksiyaya daxil olduğu maddələri bizə verib alınan hidrogenin həcmini istəyir. Gəlin uşaqlar bir-bir yazaq. Natriumun H-xlorla reaksiyası nəticəsində natrium xlor, bir də H2 alınır. Reaksiya tənliyini gəlin əmsallaşdıraq. 2 mol natrium xlor, 2 mol natrium, 2 mol da H-xlor. Keçdik 2-yə baxırıq. Natriumun su ilə reaksiyasından natrium hidroksid, bir də hidrogen qazı çıxır. Reaksiya tənliyini baxaq, əmsallaşdırmağa ehtiyac var. 2 mol natrium, 2 mol, 2 mol. Keçirik 3-cü. Natriumun H3PO4 ilə reaksiyasından metalın duzlar, turşularla reaksiyasından hidrogen çıxacaq. Natrium 3PO4 üzərinə gəlinsin. Deməli üzərinə gəlinsin H2. İndi reaksiya tənliyini gəlin əmsallaşdıraq. 2 mol 6 PO4-lərin sayı 2 dəfə 2 3. Reaksiya tənliyini əmsallaşdırdıq. İndi bizə qayıdır deyir ki, alınan hidrogen həcmi 2 mol natriumdan 1 mol hidrogen ayrılırsa, 1 mol natriumdan da 0,5 mol hidrogen ayrılacaq. Eynisi ikinci üçün də eynisi 0,5 mol hidrogen ayrılacaq. 6 mol natriumdan 3 mol hidrogen ayrılırsa, 1 mol hidrogen, daha doğrusu 1 mol natriumdan x mol hidrogen ayrılacaq. X də bərabərdir 0,5 mol. İndi bizə sualın cavabında A, B, C hər biri 0,5 mol oldu. 0,5 molda həcmini hesablayaq 11,2 litr. İndi bizə deyir ki, bir dəqiqə, doğru cavab 64-cü sual. 64-cü sualın cavabına baxaq. A, B, C arasındakı münasibəti müəyyən edin. Cavab elə A variantı hər biri bir-birinə bərabərdir. Hər biri 0,5 mol, yəni 11,2 litrdir. 65-ci sual. 65-ci sual deyir, eyni tipdə sualdır. Baxın, bayaqki ilə H3PO4 bayaq bizdə var idi, su var idi. H-xlorla H-brom da elə eyni şəkildə hidrogen sıxışdırıb çıxardacaq. Kalium natriumun yerinə də kalium qoyublar. Yəni eyni tipdə sualda, ona görə də yenə cavab Y variantı olacaq. İnşallah həll eləsək yenə Y variantını taparıq. Eyni tipdə sualdır deyə mən bir də həll eləmirəm. Ona görə də Y variantı. 66-cı sual. Reaksiya üçün götürülən maddələr H2 və N2 kütlələri bərabərdir. Reaksiyanın amonyakın kütləsi və artıq qalan maddənin kütləsi. Gəlin uşaqlar bu reaksiyanı həll edin. 66. Bizə deyir ki, reaksiya üçün götürülən maddələr, bu reaksiya bilirik ki, həm temperatur, həm təzyiq, həm də katalizator iştirakında gedir. NH3 qazı alınır. Reaksiya tənliyini əmsallaşdıraq. Amonyak qazı alınır. Reaksiya tənliyini əmsallaşdıraq. 2, 3. Reaksiya tənliyi əmsallaşdı. Bizə deyir ki, eyni kütlə. Normalda, baxın, azotun ayırı nə qədərdir? 14. N2 28 qram azot normalda. 3 dəfə 6 qram hidrogenlə reaksiyaya daxil olur. Bizə deyir ki, indi kütlələri bərabərdir. Artıq qalan maddənin başlanğıcda ümumi 15 Na sayda molekul varsa. Uşaqlar, 15 Na nə deməkdir? Yəni deyir ki, başlanğıcda ümumi deyir ki, 15 mol. 15 mol maddə var. Bunu demək istəyir bizə. Biz normalda 28 qram azot, 6 qram hidrogenlə reaksiyaya daxil olur. Başlanğıcda neçə mol maddə olur normal halda? Başlanğıcda normal halda 4 mol maddə var. Düz deyil uşaqlar? 4 mol maddə. Tutaq ki, indi gəlin hər ikisini 28 qram götürək. Ən böyük kütləyə malik olan elementin kütləsi götürək.
Daha doğrusu maddənin. 28 qram elə azot götürək, 28 qram da hidrogen götürək. İndi 28 qram əgər hidrogen götürsək, 16 qramı reaksiyaya daxil olur, 22 qram hidrogen artıq qalar. 22 qram hidrogen neçə moldur? 11 mol. 11 mol. 11 mol hidrogen artıq qalar, 3 mol reaksiyaya daxil olub, elədir 14 mol hidrogen, 1 mol da azot var. Elə 15 yana gördünüz uşaqlar, 14 mol hidrogenimiz var, 1 mol da azotumuz var. Ümumilikdə neçə mol maddə elədi başlanğıcda? 15 mol maddə. Deməli 28 qram biz azot götürmüşük, 28 qram hidrogen götürmüşük. Bunun 6 qramı hidrogen reaksiyaya daxil olur və 22 qram hidrogen artıq qalır. Ona görə də 22 qram artıq qalan hidrogen variantlarını seçirik. B, D, Y variantları yanlışdır. Cavab A-dır, Y. Reaksiyadan alınan amonyakın kütləsi. Uşaqlar, reaksiyadan baxın, 1 mol azot reaksiyaya daxil olur 28 qramda, 2 mol amonyak alınır. 1 mol amonyakın kütləsi nə qədərdir? 14, o da 17 qram. 2 mol amonyakın kütləsi nə qədər olur? Tutaq ki, A qram, A da bərabərdir 34. Ona görə də cavab C variantı. 67-ci sual. Uyğunluğu müəyyən edin. 1 mol maddə əlavə edirik 2 qram. 2 qram hidrogen neçə moldur uşaqlar? 2 qram hidrogen 1 moldur. Yəni burada hidrogenin qarşısına yazıram 1 mol. 1 mol. Sonra 1 mol Y maddəsi əlavə eləyəndə 4 qram hidrogen çıxır. Yəni 2 mol hidrogen çıxır. Həmçinin 1 mol, yəni azot əlavə eləyəndə 3 qram hidrogen çıxır. 3 qram hidrogen neçə moldur uşaqlar? 1,5 mol. İndi bayaqki qaydanı 21-ci sual, 56-cı sual olsun, tətbiq elədiyimiz qaydanı gəlin tətbiq eləyək. Əgər maddə, tutaq ki, element olsun, bəsit maddə olsun. Əgər bəsit maddə və yaxud element qələmi və turşu ilə reaksiya daxil olub hidrogen çıxarırsa, öz valentliyinin yarısı mol qədər hidrogen çıxardır. Deməli, birinci qabda X maddəsi 1 mol hidrogen çıxardısa, deməli özü 2 valentli elementdir. Onda X 2 valentli elementdir, 1-ə getdi D. Biz sabit valentli elementlər uşaqlar həm 2 valentlik göstərir, həm də 1 valentlik göstərir. Keçirik 2-ni oxumağa. Deyir ki, natrium OH Y maddəsi reaksiya daxil və 2 mol hidrogen çıxardır. Baxın uşaqlar, silisium 4 valentli elementdir ki, 2 mol hidrogen çıxarsın. Y-ə də getdi Y. Keçirik 3-ə baxmağa. Z maddəsi qələmi ilə reaksiya daxil olur. 1,5 mol hidrogen çıxardır. 1,5 mol, yəni 3 valentli element hansıdır burada? C variantı. 3 valentli element alüminiumdur. 1-ə D, 2-yə Y, 3-ə C. Cavab da D variantı. 68-ci sual. Uyğunluğu müəyyən edin. Baxın uşaqlar, bayaqki sualdan eyni tipdə sualdır. Birinci qabda 3 qram hidrogen çıxırsa, yəni bu 1,5 mol hidrogen deməkdir. 1,5 mol. İkinci qabda 2 qram hidrogen çıxırsa, deməli 1 mol maddə reaksiyaya daxil olub. 2 qram hidrogenin molu 1 moldur. Deməli həmin element, yəni Y elementi 2 valentlidir. Z maddəsinə baxaq, 4 qram hidrogen çıxıb, yəni 2 mol hidrogen çıxıb. Mola çevirməyimizin səbəbini də bilirsiniz uşaqlar. 1,5 mol hidrogen çıxırsa, deməli bu X elementi 3 valentlidir, 1-ə getdi C. 1 mol hidrogen çıxıbsa, Y elementi 2 valentlidir, 2-yə gedir D. 2 mol hidrogen çıxıbsa, Z elementi 4 valentlidir, 3-ə də getdi Y. 1-ə C, 2-yə D, 3-ə Y, cavab da Y variantı. 69-cu sual deyir ki, X elementi X hansı element ola bilər? Həm müsbət 1, həm 0, həm mənfi 1. Uşaqlar, hidrogen həm müsbət 1, həm 0, həm mənfi 1 oksidaşma dərəcəsi göstərir. Flor yalnız mənfi 1 və 0 göstərir. Kükürt 0 göstərir, müsbət 2, müsbət 4, müsbət 6 göstərə bilir. Silisium həmçinin müsbət 4 göstərə bilir. Fosfor da eyni şəkildə müsbət 5 oksidaşma dərəcəsi göstərə bilir. 70-ci sual. Deyir ki, wolfram O3 və mis-2 oksid miqdarlarını bizə verib, reaksiyasının sərf olunan hidrogenin maksimal miqdarı. Yəni uşaqlar reaksiyaları yazaq. 70-ci sual. Wolfram O3 üzərinə gəlinsin hidrogen reduksiya edəcək. Wolfram çıxacaq, üzərinə gəlinsin, bir də su çıxacaq. Reaksiya tənliyini əmsallaşdıraq. 3, hidrogeni də qarşısına 3 yazdıq. Reaksiya tənliyi əmsallaşdı. İndi mis-2 oksidini hidrogenlə reduksiya reaksiyasına yazaq. Mis üzərinə gəlinsin, su ayrılacaq. Reaksiyanı əmsallaşdırmağa ehtiyac yoxdur. Deyir ki, hər biri eyni mol miqdarda götürülüb. Tamam. Reaksiyaya sərf olunan hidrogenin maksimal miqdarı. Uşaqlar, baxın. 1 mol, əgər tutaq ki deyirəm, 1 mol wolfram O3 götürək. 1 molda elə mis-2 oksid götürək. Reaksiyaya sərf olunan oksigeni hidrogenin maksimal 1 mol əgər wolfram O3 götürsə, X olacaq 3, Y də olacaq 1. Deməli, X Y-dən böyüdür. 1 doğrudur. İndi X Y-dən neçə dəfə böyüdür? Gəlin onu müəyyən eləyək. Görürük ki, X bərabərdir 3Y. Baxın, X Y-dən 3 dəfə böyüdür. Ona görə də 1, 3 cavab Y variantı. Keçdik 71-ci suala.
Bizə deyir ki, 6,5 qram sink reaksiyaya daxil olub. Gəlin ilk öncə aşağıdakı tənliyi bir yazaq. Sinkin duru sulfat turşusu ilə reaksiyasından reaksiyasından alınacaq sink sulfat üzərinə gəlinsin hidrogen. Deyir ki, reaksiyasına qrafikə əsasən hansı ifadələr doğrudur? 6,5 qram sink reaksiyaya daxil olub. Normalda 65 qram sink reaksiyaya daxil olanda 1 mol hidrogen çıxırdı. 6,5 qram sink reaksiyaya daxil olanda x mol hidrogen çıxacaq. X də bərabərdir 0,1 mol. İndi davam edək. 2,24 litr hidrogen ayrılır. Doğrudur. 0,1 mol 2,24 litrə bərabərdir. 0,2 mol sink SO4 əmələ gəlir. Uşaqlar, 0,1 mol sink reaksiyaya daxil olursa, 0,1 mol da sink SO4 əmələ gəlir. 2 doğru deyil. Əvəz etmə reaksiyası da doğrudur. 1-3 cavab B variantı. 72-ci sual hələ eyni tipdə sualdır. Gəlin 72-ci sualda biri yazaq. Sinkin üzərinə H-klor gəlir. Reaksiya nəticəsində alınır. Sink klor 2 üzərinə gəlinsin H2. Reaksiya tənliyini əmsallaşdıraq. 65 qram sink normalda əmələ gətirir 1 mol hidrogen. 13 qram sinkimiz var. X mol hidrogen əmələ gətirir. X də bərabərdir. İxtisar gedir 5 dəfə 0,2 mol. Və 0,2 mol hidrogen 4,48 litrdir. 0,1 mol, daha doğrusu 0,2 mol sink reaksiyaya daxil olursa elə 0,2 mol da sink klor 2 alınacaq. 2 də doğrudur. Dəyişmə reaksiyası yox, əvəz etmə reaksiyası 1-2 cavab C variantı. Keçdik 73-cü suala. Deyir ki, X maddəsi, deməli qabın altındadır. Sonra Y maddəsi və X maddəsinə Y maddəsi reaksiyaya daxil olur, hidrogen qazı çıxır və üst hissədə toplanır. Bizə deyir ki, hansı reaksiya nəticəsində uşaqlar hidrogen qazı çıxacaq? A variantı reaksiyası getməyəcək. Çünki mislə H-klor reaksiyaya daxil olmur. Mis hidrogeni sıxışdırıb çıxarda bilmir, pasiv metaldır. Natriumdan H-klorun reaksiyası gedəcək. Cavab elə budur. Hidrogen qazı ayrılacaq və gəlib qabın bu hissəsinə hidrogen qazı toplaşacaq. İndi C variantına baxırıq. Argentium H2S4 qatı ilə reaksiyaya daxil olar, amma qaz çıxart. Hidrogen qazı çıxartmaz. Eyni şəkildə duru nitratla da, mis də həmçinin bunlar hidrogen qazı çıxartmırlar. Reaksiya başqa cür gedir. Biz sulfatların, nitratların, metallarla reaksiyasında bunu daha dərin öyrənəcəyik. Başqa qazlar çıxır. Belə ki, Argentium H2S4 qatı ilə reaksiyasından SO2, həmçinin NO3 ilə reaksiyasından qatı olduğuna görə NO2, misin də HNO3 qatı ilə reaksiyasından NO2 qazı ayrılır. Uyğun olaraq da su və nitrat və sulfatlar alınır. 74-cü sual. Reaksiyanın hər birinə 1 mol hidrogen ayrılarsa, alınan qələvlərin mol sayının cəmini müəyyən edin. Uşaqlar, gəlin reaksiyaları bir-biri yazaq, çünki bu misalı başqa cür həll edə bilmərik. İlk öncə natriumun üzərinə su gələk. Reaksiya nəticəsində alınacaq natrium OH üzərinə gəlinsin H2. Reaksiya tənliyini əmsallaşdıraq. Deyir ki, sonra ikinci reaksiyanı yazaq. Kalsium üzərinə gəlinsin su. Kalsium OH2 üzərinə gəlinsin H2. 2 mol su reaksiyaya daxil oldu. Reaksiya tənliyi əmsallaşdı. Sonra üçüncü natrium hidrid üzərinə gəlinsin su. Reaksiya nəticəsində alınacaq natrium hidroksid üzərinə gəlinsin H2. Reaksiya tənliyi əmsallaşdırmağa ehtiyac yoxdur. Hər birində 1 mol hidrogen ayrılarsa doğrudur. Alınan qələvlərin mol sayının cəmini müəyyən edin. Uşaqlar, baxın, hər birində 1 mol hidrogen ayrıldı normal halda. Alınan qələvlərin mol sayının cəmi 2 mol natrium OH, 1 mol kalsium OH2, 1 mol da natrium OH əmələ gələr. 4 mol. Ümumi qələvlərin cəmi 4 mol elədir. Cavab da B variantı. 75-ci sual. Orta molyar kütləsi 17 qram bölünsün mol olan hidrogen oksigen qarışığının 20 litrini hansı qazdan neçə litr əlavə etmək lazımdır ki, guruldayıcı qaz qarışığı alınsın? Guruldayıcı qaz 2 mol hidrogen və oksigendən, 1 mol oksigenden ibarətdir. Guruldayıcı qazın formulu 2 mol hidrogen, yəni 2-nin 1-ə nisbətində olmalıdır hidrogen oksigen nisbəti. Gəlin indi 75-ci sualı həll eləyək. Deməli, tutaq ki, bizdə X mol hidrogen, bir də Y mol oksigenimiz var. Bizə deyir ki, orta molyar kütləsi 17-dir bu qaz qarışığının. Yəni, orta molyar kütləsini bizə verib 17. Qısacası, orta molyar kütlə necə tapılır? M orta. Ümumi MR-in mola olan nisbətidir. 2x üzərinə gəlinsin 32y-in x üzərinə gəlinsin y olan nisbəti 17-yə bərabərdir. Gəlin bunu həll edək. 2x üzərinə gəlinsin 32y bərabərdir 17x üzərinə gəlinsin 17y. 15x bərabərdir 15y, x də bərabərdir y. X ilə y-in bir-birinə bərabər olduğunu müəyyən elədi. Bizə ümumi qaz qarışığının litrini verib. X üzərinə gəlinsin y, ümumi mol götürməyən x, y litr kimi təsəvvür elə 20 litr.
Deməli x də 10 litrdir, y də 10 litrdir ki, dedik bax aşağıda tapdıq axı x ilə y bir-birinə bərabərdir. 10 litr deməli hidrogen, 10 litr də oksigen var bu qarışıqda. Düz deyil uşaqlar. İndi biz 2-nin 1-ə nisbəti olmalı deyildi. Onda 20 litr hidrogen olmalıydı. 10 litr də oksigen reaksiyaya daxil olmalıydı. 20 litr hidrogen olması üçün biz 10 litr hidrogen gərək əlavə eləyək ki, 10 litr hidrogen əlavə eləyək ki, 20 litr hidrogen olsun və oksigen reaksiyası, yəni oksigenlə əmələ gətirdiyi qaz guruldayıcı qaz olsun. Bizə 10 litr hidrogen əlavə etmək lazımdır. Ona görə də C variantı doğru cavabdır. 76-cı sual. 1 mol silisium, 1 mol kalsium, 1 mol da alüminium reaksiyaya daxil olur. 2 mol uyğun olaraq 2 mol natrium OH, 2 mol H olur, 3 mol H olurlar. 1, 2, 3-cü qablarda ayrılan hidrogenin həcmini üçün doğru münasibətləri müəyyən eləyin. Uşaqlar, indi biz dedik ki, element əgər turşu ilə qələvi ilə reaksiyaya daxil olanda normal olaraq öz valentliyin yarısı mol qədər hidrogen çıxardırdı. Bu belədir. Amma bizə o vaxtı yəni qələvinin və hidrogen H-klorların miqdarına artıq miqdar deyirdi. Yəni biz bilirdik ki, həmin bu element bütün yəni bütün hamısı reaksiyaya daxil olacaq elementində. Çünki istənilən qədər natrium OH vardı. Silisium qutarana qədər reaksiyaya daxil olacaq. Amma burada artıq bizə məhdud sayda verib H-klorun da miqdarını, natrium OH-ın da miqdarını. Əslində toplu testlərində çox vaxt tam ödənilir. Bu yəni normal olaraq mən deyirəm ki, silisium 2 mol natrium OH-la reaksiyaya daxil olanda elə 2 mol da hidrogen çıxardacaq öz valentliyinin yarısı qədər. Amma biz bunu bilə bilmərik. Ya bəlkə silisium artıq qaldı, 2 mol natrium OH-la daxil oldu. Tutaq ki, yarım 0,5 mol silisium, yarısı da artıq qaldı. Onda biz nə qədər hidrogen çıxar bilmərik. Ona görə də gəlin belə əgər maddəni sizə veribsə aşağıda mol miqdarı ilə qələvini, turşunu, onda gəlin reaksiyanı yazın uşaqlar. Çünki başqa cür doğru cavabı tapmağınız çətin olar. 76-cı sual. Davam edirik. İndi gəlin bir-bir reaksiyaları yazaq. A variantı silisiumun üzərinə gəlirəm natrium hidroksid. Deyir ki, reaksiyalar suda məhlulda baş verir. Reaksiya nəticəsində nə alınır? Natrium 2, silisium O3 üzərinə gəlinsin H2. İndi reaksiya tənliyini gəlin əmsallaşdıraq. H2, 2 yazdıq. Natrium 2 reaksiyanı əmsallaşdıq. Baxın 2 mol natrium OH reaksiyaya daxil oldu. İndi eynisini kalsium üçün yazıram. Kalsium üzərinə gəlsin H-klor, kalsium klor 2 üzərinə gəlinsin H2, 2 mol H-klor reaksiyaya daxil olur. Bu da ödənildi. Normal olaraq, uyğun olaraq bir dəqiqə burada 2 mol hidrogen çıxmalıdır cüzayın. İndi baxdım, səhv yazmışıq. Sonra alüminiumun H-klorla reaksiyasını yazaq. Alüminium H-klorla reaksiyasından alüminium klor 3 üzərinə gəlinsin. H2 ayrılır. Bu zaman reaksiya təmini əmsallaşdıraq. 2 mol, 2 mol, 6 mol, 3 mol. 1,5 mol hidrogen ayrılacaq. 1 mol hidrogen ayrılacaq. Uyğun olaraq 2 mol hidrogen ayrıldı. İndi bizə deyir ki, 1, 2, 3-cü qablarda ayrılan hidrogenin həcmi üçün doğru münasibəti müəyyən edin. Ən çox mol hidrogen hansı qabda ayrıldı? Birinci qabda ayrıldı. 2 mol hidrogen ayrıldı. İkinci qabda 1 mol, üçüncü qabda da 1,5 mol. Onda cavab 2, 3, 1. Ən çox hidrogen birinci qabda ayrılır. Y variantı doğrudur. Keçirik 77-ci suala. Baxın uşaqlar, 77-ci sualda yenə 2 mol natrium OH bayaq gördük ki, 76-cı sualdan tam reaksiyaya daxil oldu. Onda elə 2 mol da buradan hidrogen ayrılacaq. Sink 2 valentli metalda 2 mol H-klorla reaksiyaya daxil olur. Kalsium kimi 1 mol hidrogen çıxardı, 1 mol. Yuxarıdakı sualın eyni tipdədir. Bir reaksiyaları təzədən yazmırıq. Natriumda, baxın artıq natrium burada fərqli bir elementdir. Ona görə natriumun reaksiyasını bir tək yazaq. Gəlin, natriumun üzərinə H-klor gələndə natrium klor üzərinə gəlinsin H2 alınır. 2 mol, 2 mol, 2 mol. Onda da 1 mol natriumdan, 1 mol baxın natrium reaksiyaya daxil olub, 0,5 mol hidrogen ayrılacaq. Niyə? Çünki 2 mol natriumdan 1 mol hidrogen ayrılır. Burada yazırıq 0,5 0,5 mol. İndi bizə deyir ki, 1, 2, 3-cü qablarda yuxarıdakı kimi eyni sual, eyni tipli sual da hidrogen həcmi üçün doğru münasibəti müəyyən eləyin. 3, 2, 1 sırasında, çünki ən çox hidrogen 3-cü qabdan ayrılır. Cavab da B variantı. 78-ci sual. İçərisində mis-2 oksid olan qızardılmış şüşə borudan 1,12 litr hidrogen keçirilmişdir. Qızardılmış, yəni temperatur veririk. Yəni yazaq 78-ci sual. Demək istəyir ki, mis-2 oksid temperatur şəraitində hidrogenlə reaksiyaya daxil olur. Bu zaman biz reaksiyanın nəticəsində bilirik ki, mis reduksiya olunacaq və su əmələ gələcək. 1,12 litr hidrogen 0,5 moldur. 0,5 moldur.
0,5 moldur. Deməli 1 mol mis-2 oksidlə ilə 1 mol hidrogen reaksiyaya daxil olsa, onda 0,5 molda ilə mis-2 oksid reaksiyaya daxil olar. Reaksiya axıra qədər getmişsə, reaksiyaya daxil olan mis-2 oksidin kütləsini və alınan misin kütləsini müəyyən edin. Yəni 0,5 molda mis alınacaq. İndi gəlin 1 mol mis-2 oksid neçə qramdır? 80 qram. Kütləsini verib bizə 80 qram. Daha doğrusu misin kütləsini verib 64, üzərinə gəlsin 16, 80. 0,5 mol mis-2 oksidin kütləsini bilmirik, götürürük x. X də bərabərdir 80-ə gedir 4 qram. Deməli 4 qram mis-2 oksid əmələ gəlir. A, B, Y variantları yanlışdır. İndi eynisini mis üçün yazaq. 1 mol mis 64 qramdır. 0,5 mol mis isə 0,5 mol mis isə y qramdır. Y də bərabərdir 64 vurulsun %5. 5-yə ixtisar getdi, 2-yə getdi 32-dir. Y də bərabərdir 3,2. Cavab da D variantı. Keçdik 79-cu suala. Elə eyni tipdə sualdır. Gəlin 2,8 litr hidrogen ilk öncə neçə mol olduğunu müəyyən eləyək uşaqlar. 79-cu sual. Deməli, mis-2 oksidin üzərinə hidrogen gəlirik. Temperatur şəraitində alınır. Mis üzərinə gəlinsin, H2O su çıxır. 2,8 litr hidrogen neçə mol olduğunu müəyyən eləyək. 1 mol hidrogen 22,4 litrdir uşaqlar. 2,8 litr hidrogen də olsun x mol. X də buradan bərabərdir. 2,8-ə 22,4 ixtisar gedir. Hər ikisini 4-ə ixtisar aparıram 7. 4-ə ixtisar aparıram 56. 56-da ixtisar gedir 8 dəfə. Deməli, 8 mol üstürəm. 8 dəfə 8-də 1 mol hidrogen reaksiyaya daxil olur. İndi 8-də 1 mol mən 0,125 şəklində də yaza bilərəm. Amma 8-də 1 mol şəklində yazsam daha asan reaksiyaları həll edə bilərik. 8-də 1 mol hidrogen reaksiyaya daxil olur. Uyğun olaraq 8-də 1 mol mis-2 oksid, 8-də 1 mol mis, bir də 8-də 1 mol da su alınacaq. Bizə qayıdır deyir ki, axıra qədər getməsi reaksiyaya daxil olan mis-2 oksidin və misin kütləsini müəyyən eləyin. Uşaqlar 1 mol mis-2 oksidin kütləsi nə qədər idi? 80 qram. 8-də 1 molunun kütləsi də olsun A qram. A da buradan bərabərdir 10 qram. 10 olan variantları götürürük. B ilə Y variantı yanlışdır. Keçirik ikinci tərəfə həll etməyə. 1 mol misin kütləsi 64 qramdır. 8-də 1 mol misin kütləsi nə qədər olur uşaqlar? B qram. B də bərabərdir 8. 18 cavab D variantı. Keçdik 80-ci suala. Alüminium, natrium OH, H2O eyni şəkildə 3 reaksiya verib. Reaksiyadan eyni miqdarda alüminium, sink və alüminium, deməli eyni miqdarda həm alüminium, həm sink, həm silisium götürülüb. Və natrium OH-ın miqdarını bizə demir, deyir bu reaksiya gedir axıra qədər. Yəni natrium OH-ın bizə demir 1 moldur, 2 moldur. Bayaqki reaksiyada demişdi. Yəni burada artıq miqdardadır. İstədiyimiz qədər reaksiyaya salarıq. Əmələ gələn hidrogen həcminin artma sırasını göstərin. Bayaqki qaydanı tətbiq edirik. Bu zaman 1,5 mol hidrogen əmələ gələcək. 1 mol hidrogen əmələ gələcək. 2 mol hidrogen əmələ gələcək. Bizə qayıdıb deyir ki, deməli əmələ gələn hidrogenin həcminin artma sırası ən az 2-də, daha sonra 1-də, daha sonra 3-də əmələ gəlir. Ona görə də cavab D variantı. 81-ci sual. Deyir ki, su ilə X və Y reaksiyaya daxil olub Z H2 çıxardır. Baxın. Gəlin indi bir-bir reaksiyaları həll eləyək. A variantına baxın. Tutaq ki, X maddəsi olur natrium oksid. Su ilə reaksiyaya daxil olanda hidrogen qazı çıxartmır. Ona görə də A variantı yanlışdır. Həmçinin natrium peroksid də eyni şəkildə hidrogen qazı çıxartmır. İndi keçirik digər variantlara baxmağa. Deyir ki, Y-ə baxmağa. Deyir, Y-də su ilə reaksiyada H2 qazı çıxardır. Ona görə D variantı doğru deyil. Çünki natrium oksid su ilə reaksiyada H2 qazını çıxartmır. Qaldı C variantı, Y variantı. Hər biri doğru kimi görünür. İndi gəlin bir dənə reaksiyanı yazaq. Tutaq ki, natriumun su ilə reaksiyasını yazıram. Reaksiya nəticəsində alınacaq natrium hidroksid, bir də H2. Reaksiya tənliyini əmsallaşdıraq 2, 2, 2. Deməli 2 mol natrium reaksiyaya daxil olanda, daha doğrusu 2 mol su bizə natriumun mol miqdarını deyir, istənilən qədər götürə bilərəm və yaxud da natrium hidridin mol miqdarını istənilən qədər götürə bilərəm. 2 mol su reaksiyaya daxil olanda 1 mol hidrogenə əmələ gəlir. Bizə deyir ki, 1 mol su baxın reaksiyaya daxil olub. 1 mol su reaksiyaya daxil olanda 0,5 mol hidrogen əmələ gələcək. Əgər X elementi natrium. Baxın X elementi natriumdur. Çünki 0,5 mol hidrogen əmələ gəldi. Uyğun olaraq da Y elementi natrium hidrid olur. Cavab da C variantı. Keçdik 82-ci suala. Hansı reaksiyalardan hidrogen alınır?
Uşaqlar, duru nitrat, qatı nitrat, duru nitrat, qatı nitrat, bəli, qatı sulfat turşusu ilə reaksiyalarda hidrogen qazı çıxmır. Bayaqdan buna aid ən qədər məsələ həll eləmişik. Amma duru sulfat turşusu metallarla reaksiyada hidrogen qazını çıxardır. Həmçinin feryum H-klorla reaksiyada hidrogeni sıxışdırıb çıxardır. 1-4. Hansı reaksiyadan H2 alınmır? Baryum, birə baxdıq. Baryum H2 üzərinə gələn hidrogen bir də alınır. Bizə alınırları istəyir. Ona görə 1 doğrudur. 2-yə baxırıq. Mis su ilə reaksiyaya daxil olmur çünki passiv metaldır. 3-ə baxırıq. Kalium hidroksid üzərinə gələn H2 3-də də alındı. 4-ə baxırıq. Uşaqlar, 4-də əvəz etmə reaksiyasıdır. C2H5O natrium üzərinə gələn H2 alınır. Hidrogeni sıxışdırıb çıxardır. Çünki C2H5OH özü spirtdir. Spirtlər qələvi metallarla reaksiyaya daxil olanda hidrogeni çıxarırlar. 5-ə də baxırıq. Yenə də H2SO4 qatı istənilən metalla reaksiyaya daxil olsa hidrogeni çıxartmır. Ona görə də cavab 1, 3, 4. Keçdik 84-cü suala. Hansı reaksiyadan H2 alınır? Kalium OH üzərinə gəlsin H-klor, əsas üzərinə gəlsin turşu, normal duz plus su alınır. Bunu oksidial əsaslar, turşular, duzlar bölməsində öyrənmişdik. 2-yə keçirik. Feryum üzərinə gəlsin su, reaksiya nəticəsində oksid və hidrogen alınır. 2 doğrudur. 3-ə baxırıq. Dedim, qatı nitrat hidrogen qazı əmələ gətirmir. Sink üzərinə gəlsin qələm, bu xarakterik reaksiyada hidrogen qazı əmələ gəlir. 5-ə baxırıq. Natriumun su ilə reaksiyasında natrium OH üzərinə gəlsin H2 hidrogen qazı əmələ gəlir. Cavab da 2, 4, 5-dir. 85. Axıra qədər gedən CH üzərinə gəlsin H2O reaksiyası üçün hansı ifadə doğrudur? Bu zaman alınır CO üzərinə gəlinsin H2. Yəni sintez qazı. Sintez. İndi alınmış qaz qarışığının orta molyar kütləsi 85-ə bərabərdir. Bir dənə qaz qarışığını uşaqlar mol nisbətini hesablayaq sintez qazının. Bir dənə oksigenimiz var. Hidrogenin qarşısına 3 yazırıq və reaksiya tənliyi əmsallaşdı. Deyir ki, orta molyar kütləsi, sintez qazının orta molyar kütləsi M orta bərabərdir. Ümumi kütlənin 1 mol CO var, 12 üzərinə gəlsin 16, 28 üzərinə gəlinsin 6, bölünsün 4, 1 üzərinə gəlsin 3, 4 mol. Ümumi kütlənin ümumi mola olan nisbəti 28 4-ə gedir 7 dəfə, üzərinə gəlinsin 1,5, 8,5. Deməli, 1 doğrudur. 1 doğrudur. Keçdik 2-yə baxmağa. Hidrogen sənayedə alınma üsullarından biridir. Uşaqlar, doğrudur, hidrogen sənayedə bu üsulla alınır. Keçirik 3-ə baxırıq. Alınmış qaz qarışığı su qazı adlanır. Xeyr, sintez qazı adlanır. Su qazı karbonla suyun reaksiyasından alınır. 4. Bərk yanacağın qazlaşdırılması reaksiyasıdır. Xeyr, uşaqlar. 5-ci reaksiya adi şəraitdə getmir. Doğrudur, reaksiya temperatur şəraitində gedir. Cavab 5-də doğrudur. Keçdik 86-cı suala. 10,5 qram kalsium hidridin su ilə reaksiyasından, gəlin ilk öncə reaksiyanı yazaq, 86. Kalsium hidridin, kalsium H2 üzərinə gəlinsin su. Su ilə reaksiyasından alınacaq kalsium OH2 üzərinə gəlinsin H2. Reaksiya tənliyini ilk öncə əmsallaşdıraq. 2 yazırıq bunun qarşısına, 6, 2 də hidrogenin qarşısına yazdıq və reaksiya tənliyi əmsallaşdı. 10,5 qram kalsium hidridin su ilə reaksiyasından 5,6 litr hidrogen alınmışdır. Praktiki çıxımı hesablayın. 10,5 qramdan 5,6 litr hidrogen alınır. Düzdür uşaqlar. Normalda biz götürürük 42 qram kalsium hidrid. 42 qram kalsium hidriddən 2 vurulsun 22,4 litr hidrogen alınır. Bizə deyir ki, 5,6 litr hidrogen alınmışdır. Onda neçə qram kalsium hidrid reaksiyaya daxil olub? X qram kalsium hidrid reaksiyaya daxil olub. X də bərabərdir. 5,6-ya 22,4 litr ixtisar gedir 4 dəfə. 4 dəfə 2-yə ixtisar gedir 21. X də bərabərdir 21 bölünsün 4. 5,25 qram kalsium hidrid. Deməli 5,25 qram kalsium hidrid reaksiyaya daxil olur. Ümumilikdə bizdə 10,5 qram kalsium hidrid vardı. Bunun 5,25 qramı reaksiyaya daxil oldu. Ümumi faizi tapırıq 2. Yəni 50% reaksiyaya daxil oldu. Praktiki çıxım 50%dir. 50. Keçdik 87-ci sual. 10,5 qram kalsium hidridin su ilə reaksiyasından 6,72 litr hidrogen alınmışsa praktiki çıxımı hesablayın. Əlbəttə, indi gəlin yuxarıdakı reaksiyanı təzədən yazmıram, tənliyi onun üstündə həll eləyək. 42 qram kalsium hidrid reaksiyaya daxil olanda 2 vurulsun 22,4 litr hidrogen çıxır. Bizə deyir ki, 6,72 litr hidrogen alınmışsa, neçə qram kalsium hidrid reaksiyaya daxil olar? X qram kalsium hidrid reaksiyaya daxil olar. X də bərabərdir. 22,4-ə gedir 0,1.
Alt tam yüzde deməli hər ikisi 22,4 gəlin tənasübü həll eləyək. Hər ikisi 22,4 litrə ixtisar gedir 0,3. 20,4 getdi. Deməli 2-yə ixtisar getdi 21. X-ə bərabərdir 6,3 qram. Deməli 6,3 qram kalsium hidrid reaksiyaya daxil olursa, 6,3 qram kalsium hidrid reaksiyaya daxil olursa, ümumilikdə biz neçə qram kalsium hidrid götürmüşdük? 10,5 qram kalsium hidrid götürmüşdük. 6,3 reaksiyaya daxil olur. Praktiki çıxımı indi hesablayaq uşaqlar. 21-ə ixtisar gedir 5 dəfə, 21-ə ixtisar gedir 3 dəfə, 5-ə ixtisar gedir 20 dəfə, 60%. Yəni praktiki çıxım oldu 60%. 88-ci sual. X-i müəyyən edin. Bizə sink metalını verir. Bunun xlorid turşu ilə reaksiyasından hidrogen qazı alınır. Alınır sink xlor 2, üzərinə gəlinsin H2. İndi reaksiya tənliyini əmsallaşdıraq. 2 mol H xlor reaksiya daxil olur. Həmçinin ferium üçün yazaq. H xlor alınır ferium xlor 2, üzərinə gəlinsin H2. Ferium xlor 2 üzərinə gəlsin H2, 2 mol da H xlor reaksiya daxil olur. Bizə deyir ki, xlorid turşunun dərsindən alınan hidrogen qazının N mol, onda 1 mol sink reaksiya daxil olur. 65 qram əgər sinkin kütləsi isə, onda 1 mol sink reaksiya daxil olubsa, N mol hidrogen alınıb 1. N də bərabərdir 1 mol hidrogen. N 1-dirsə, onda elə 1 mol da ferium reaksiya daxil olar. 1 mol feriumun kütləsi də elə 56 qram. X bərabərdir 56. İndi 89-cu sual. Sink üçün yenə deyir, sink üzərinə gəlinsin xlorid turşusu H xlor reaksiyasından alınır. Sink xlor 2 üzərinə gəlinsin H2. Reaksiya tənliyini əmsallaşdırdıq. Eynisini maqnezium üçün də yazaq. Üzərinə gəlinsin H xlor, maqnezium xlor 2 üzərinə gəlinsin H2 2 mol. Deməli 24 qram, yəni 1 mol maqnezium reaksiya daxil olanda elə 1 mol da hidrogen alınır. N bərabərdir 1. N bərabər 1-dirsə, onda elə 1 mol da sink reaksiya daxil olar. X də bərabərdir 64. 90-cı sual. Sənayedə hidrogen qazından metalların üzərindəki oksid təbəqəsinin təmizlənməsində maye yağların bərk yağlara çevrilməsində və sair geniş tətbiq olunur. Bu proses nəticəsində hər dəqiqədə 1 mol hidrogen sərf olunur. 90-cı sual. 1 dəqiqədə 1 mol hidrogen. 1 saat üçün lazım olan H2-nin mol miqdarını müəyyən edin. Uşaqlar, hər dəqiqədə 1 mol H2-nin kütləsini, baxın, kütləyə diqqət edin. Deməli, 1 dəqiqədə 1 mol bizə hidrogen lazımdırsa, 1 saat 60 dəqiqədir. 60 dəqiqədə də bizə lazım olar 60 mol hidrogen. 1 mol hidrogenin kütləsi 2 qramsa, 60 mol hidrogenin kütləsi də 120 qram. Deməli, bizə 120 qram hidrogen lazımdır. 91-ci sual. Kalsium, deməli 2 mol bizə verib kalsium. Su ilə tam reaksiyasına, yəni su artıq miqdarda, çünki reaksiya tam gedir. Əmələ gələn hidrogenin həcmi H2O reaksiya nəticəsində alınır. Kalsium OH2 üzərinə gəlinsin H2 reaksiya tənliyini əmsallaşdıraq. Deyir ki, 1 mol kalsium reaksiyaya daxil olanda 1 mol hidrogen əmələ gəlir. Bizə 2 mol kalsium reaksiyaya daxil olur. Onda 2 mol da elə hidrogen əmələ gəlir. 2 mol hidrogenin həcmi də 22,4-ə vururuq 44,8 litr. Deməli 44,8 litr hidrogen əmələ gələr. 92-ci sual. 92-ci sualda 91-ci sualın eyni tipdir. Uşaqlar, kalsiumda ekvivalentli elementdir, bariumda ekvivalentli elementdir. Əmələ gələn hidrogen həcmi də uyğun olaraq 44,8 litr olacaq. 93-cü sual. Reaksiyaların hər birində 22,4 litr hidrogen ayrılarsa, cəmi neçə mol qələvə alınır? Gəlin bir-bir reaksiyaları yazaq uşaqlar. 93-cü sual. Kaliumun su ilə reaksiyasından alınacaq kalium hidroksid üzərinə gəlinsin hidrogen qazda çıxacaq. Reaksiya tənliyini əmsallaşdıraq. Keçdi 2-yə. Deməli, kalium hidridin su ilə reaksiyasından H2O reaksiya nəticəsində alınacaq. Kalium hidroksid üzərinə gəlinsin H2 reaksiyanın əmsallaşdırmağa ehtiyac yoxdur. Son olaraq kalsiumun su ilə reaksiyasından alınacaq kalsium hidroksid üzərinə gəlinsin hidrogen qazı çıxacaq 2 mol reaksiyanı əmsallaşdırdıq. İndi keçdik oxuyuruq. Reaksiyanın hər birində 22,4 litr hidrogen ayrılarsa ki, 22,4 litr hidrogen ayrılıb, cəmi neçə mol qələvə alınır? Uşaqlar, baxın 2 mol kalium OH, 1 mol kalium OH daha, burada 2 mol kalium OH alındı, burada 1 mol, burada da 1 mol, ümumilikdə 4 mol qələvə alındı. Keçdik 94-cü suala. 26 qram sink H-xlorla reaksiyaya daxil olur və hidrogen qazını çıxardır. Deməli, M qram dəmir reaksiyaya daxil olanda hidrogen qazı. Hər iki qabda ayrılan hidrogenin həcmi eynidirsə. Gəlin yazaq.
Sinkin üzərinə H-klor gələr. Reaksiya nəticəsində alınır. Sink klor 2 üzərinə gəlinsin H2. Bizdə burada H-klorla deməli H2SO məhlulunu istənilən qədər deyil. Yəni reaksiya tam gedir. 2 mol H-klor reaksiyaya daxil olur. Deməli 65 qram dəmir reaksiyaya daxil olanda 1 mol hidrogen çıxıb gedirdi. 26 qram sink reaksiyaya daxil olsa neçə mol hidrogen ayrılar? Tutaq ki, x mol hidrogen ayrılır. X də bərabərdir. 13-ə getdi 2 dəfə, 13-ə getdi 5 dəfə. 0,4 mol. Deməli 0,4 mol hidrogen ayrılır. Bizə deyir ki, hər iki qabda ayrılan hidrogenin həcmi eynidirsə. Deməli bu qabda birinci qabda 0,4 mol hidrogen ayrılıbsa, ikinci qabda 0,4 mol hidrogen ayrılar. Normalda indi gəlin dəmirlə H-klorun reaksiyasını yazaq. Reaksiya nəticəsində alınır ferium klor 2 üzərinə gəlinsin H2. Deməli m qram dəmir reaksiyaya daxil olur. Tutaq ki 0,4 mol hidrogen ayrılır. Normalde 56 qram dəmir reaksiyaya daxil olanda nə qədər hidrogen ayrılacaq? 1 mol hidrogen ayrılacaq. M də bərabərdir 0,4 vurulsun 56. Cavab da 22,4 qram. Deməli 22,4 qram dəmir reaksiyaya daxil olmuşdur. 95-ci sual. 95. 95 ilə eyni tipdə sualda uşaqlar. Baxın, eynisi deyil uşaqlar. 22,4 qram dəmir reaksiyaya daxil olur. Gəlin həll eləyək. Feriumun üzərinə gələcəm. H-klor reaksiya nəticəsində alınacaq. Ferium, xlor 3 üzərinə gəlinsin. 200 istəyirəm. Üzərinə gəlinsin. H2. H2 indi reaksiya təhlilini əmsallaşdıraq 2 mol. Bizə deyir ki 22,4 qram dəmir reaksiyaya daxil olub. Neçə mol hidrogen ayrılar? X mol hidrogen ayrılar. Normalda isə 56 qram dəmir reaksiyaya daxil olsaydı 1 mol hidrogen ayrılardı. X də buradan bərabərdir. 22,4 bölünsün 56. Reaksiya uyğun olaraq 56-ya ixtisar gedir. 0,4. Və 0,4 mol dəmir hidrogen burada ayrılır. Yəni uyğun olaraq deyək ki, iki qabın ikisində də eyni həcm hidrogen ayrılır. Burada da 0,4 mol hidrogen ayrılır. Uyğun olaraq bayaqki sualla eyni tipdədir. Ona görə də gəlin yazaq yeni. Sink üzərinə gəlinsin H-klor reaksiya nəticəsində alınır. Sink klor 2 üzərinə gəlinsin H2 reaksiya təhlilini əmsallaşdıraq 0,4 mol hidrogen ayrılır. 0,4 molda sink reaksiyaya daxil olub. 0,4 mol sinkin kütləsi də 26 qramdır. Bayaqki sualla eyni tipdə sual. 96-cı sual. Maddəni bizə verib kalsium hidrid. Gəlin maddəni yazaq. 96-cı sual. Kalsium hidrid. Kalsium hidridin kütləsi 18 qramdır. Deyir ki, az miqdarda su ilə reaksiyaya daxil olur. Yəni tam reaksiyaya daxil olmur. Reaksiya nəticəsində alınacaq. Bilirik ki, kalsium, OH2, bir də hidrogen. Reaksiya təhlilini əmsallaşdıraq. Normalda 2 mol su ilə reaksiyaya daxil olmalıdır ki, reaksiya tam geçsin. Deyir ki, az miqdarda su ilə reaksiyaya daxil olduqdan sonra qalan bərk qalığın kütləsi 30 qram olmuşdur. Deməli 18 qramın hamısı reaksiyaya daxil olmur. X qramı reaksiyaya daxil olur. X qramı. 18 minus X də 18 minus X qram kalsium H2 artıq qalır. Bizə qayıdır deyir ki, mis OH2 bərkdir. Hidrogen qazlı uşaqlar çıxıb gedəcək. Bərk qalığın kütləsi 30 qram olmuşdur. Deməli burada həm mis OH2 alınır, həm də artıq qalan mis var. Mis hidrid var. Mis hidridin kalsium hidrid. Mis hidrid nədir? Kalsium hidrid. Kalsium hidrid var. Deməli kalsium hidridin özü nə qədər artıq qalmışdı? 18 minus X qram. Minus X qram. Gəlin bunu düzgün yazaq. 18 minus X qram. Deməli 18 minus X qram kalsium hidrid artıq qalır. Bizə deyir ki, bərk qalığın ümumi kütləsi 30 qramdır. Onda kalsium OH2-nin kütləsi nə qədər olar? 12 üzərinə gəlinsin X qram. Ümumilikdə 30 elədi qram. Davam edirik. Kalsium hidridin ml nə qədərdir? 42. 42 qram kalsium hidrid reaksiyaya daxil olsaydı, reaksiya nəticəsində kalsium OH-ın kütləsi nə qədər olardı? Alınan kalsium hidroksidin kütləsi 40 üzərinə gəlinsin 34 qram kalsium OH2 alınardı. Bizə qayıdıb deyir ki, X qram reaksiyaya daxil olur. Kalsium OH2. X12 plus X qramda kalsium OH2 alınır. İndi gəlin bu tənasübü həll edək. 42 vurulsun 12 üzərinə gəlinsin 42x bərabərdir. 74x bərabərdir 74. 42-dən 30 daha doğrusu 74-dən 42-ni çıxanda 32 eləyir.
32x bərabərdir 42 vurulsun 12. Uyğun olaraq ixtisarlarımızı aparaq. 32 4-ə gedir 8 dəfə, 12 4-ə gedir 3 dəfə, 21 4. 4x bərabərdir 63. X də bərabərdir 63-ü 4-ə böləndə 15 tam %75. Deməli 15 tam %75 qram kalsium hidrid reaksiyaya daxil olub. Kalsium H2. 12 üzərinə gəlsin x də buradan bərabərdir. 27 tam %75. 27 tam %75. İndi gəlin məsələnin davamını oxuyaq. 30 bizə deyir ki, x hesablayın. Bərk kütlədə oksigenin kütlə var. Uşaqlar, bərk kütlə nədir? Axırda bərk kütlə hansı qaldı? Kalsium hidrid qaldı. Bir də kalsium hidroksid qaldı. Kalsium hidridin tərkibində oksigen var? Yox. Deməli biz kalsium hidroksidin tərkibindəki oksigenin kütlə payını tapmalıyıq. Normalda 74 qram kalsium OH2 kalsium hidroksidin tərkibində 32 qram oksigen var. Bizdə ümumi kalsium hidroksidin kütləsi nə qədərdir? 27 tam %75 qram kalsium hidroksidin tərkibində isə nə qədər oksigen olar? Tutaq ki, A qram oksigen. Gəlin tənasibi həll eləyək. 32 ixtisar gedir 2-yə 16 dəfə, 74 ixtisar gedir 37 dəfə. A da buradan bərabərdir. 16 vurulsun 27 tam %75 bölünsün 37. 27 tam %75 ixtisar gedir 0 tam %75. 4'də 3 vurulsun 16. Bu da bərabərdir. 4 dəfə 3 12 qram. Deməli ümumi bir bərk qalığın tərkibində 12 qram oksigen vardır. Bizdən də omega oksigeni istəyir. Bərabərdir 12-nin ümumi bərk qalığın kütləsi nə qədər dedi? 30 qram vurulsun 100. İxtisarlarımızı aparaq 40%. Cavab da 40%. Keçdik 97-ci suala. Yalnız bəsit maddələr alınır. İndi reaksiya nəticəsində nə alınır onu yazaq. A variantı reaksiya getmir çünki mis pasiv metaldır. Suyun elektrolizindən H2 üzərinə gəlsin O2 yalnız bəsit maddələr alınır. 1'ə gedir B. Daha sonra 3'ə baxırıq, C-yə baxırıq. Kalium NO3 parçalananda kalium NO2 bir də oksigen çıxır. Yalnız mürəkkəb maddə alınmır. Həm bəsit, həm mürəkkəb maddə alır. C gedir 3'ə. İndi keçirik H2O ilə natrium oksidin reaksiyasından. Bu zaman qələvi alınır. Yalnız mürəkkəb maddə alır. 2'yə gedir D. Keçdik Y variantını oxumağa. H2O2'nin parçalanmasından, peroksidin parçalanmasından su bir də oksigen çıxır. Həm bəsit, həm mürəkkəb maddə alınır. 3'ə həm də Y variantı gelir. 98-ci sual uyğunluğu müəyyən edin. 1 mol maddə ilə tam reaksiyaya daxil olur H2'nin həcmi. Uşaqlar gəlin bir-bir yazaq. 98-ci sual. Azot, 1 mol azot hidrogenlə reaksiyaya daxil olanda NH3 əmələ gətirir, yəni amonyak. Əlbəttə ki, bu reaksiya temperatur, təzyiq və katalizator iştirakında gedir. 2 mol amonyak əmələ gəlir, 3 mol hidrogen reaksiyaya daxil olur. Ona görə də A variantı 3'ə gedir. B variantına baxaq. Bu A idi. B variantına baxaq. Oksigen üzərinə gəlinsin hidrogen reaksiya nəticəsində alınır. H2O 2 mol, 2 mol. 1 mol oksigen, 2 mol hidrogenlə reaksiyaya daxil olur. Ona görə də 2'yə gedir B. C variantına baxırıq. Mis 2 oksid üzərinə gəlinsin hidrogen reaksiya nəticəsində alınır. Mis üzərinə gəlinsin H2O. Uyğun olaraq 1 mol mislə ilə 1 mol hidrogen reaksiyaya daxil olur. 1'ə getdi C. D variantına baxırıq. Ferium 3O4. Ferium 3O4 qarşı oksid uşaqlar. Tərkibində ferium 2 oksid və ferium 3 oksid var. 2O3. Hər birini ayrılıqda hidrogenlə reaksiyaya salırıq və reaksiya nəticəsində alınır. Ferium üzərinə gəlinsin H2O, ferium üzərinə gəlinsin H2O. Reaksiya nəticəsində uyğun olaraq ferium oksidlə 1 mol hidrogen reaksiyaya daxil olur. 3 mol hidrogen, 3 mol, 2 mol. Ümumilikdə 4 mol hidrogen reaksiyaya daxil olur. 4 mol hidrogen variantı yoxdur. Bu cavab heç bir yerə getmir. Y variantına baxırıq son olaraq. Wolfram O3 üzərinə gəlinsin hidrogen reaksiya nəticəsində alınır. Wolfram üzərinə gəlinsin H2O. Reaksiya təmini əmsallaşdıraq. 3 mol hidrogen reaksiyaya daxil oldu. Ona görə də Y variantı da gedir 3'ə. 99-cu sual bizə qayıdıb deyir ki, eyni tipdə sualdır. Gəlin olmayan, yəni 98'də olan variantları birinci düzək. Ferium 3O4 hidrogenlə reaksiyaya daxil olur. 4 mol hidrogenlə reaksiyaya daxil olur. Ona görə B gedir 3'ə. Yine yuxarıda Wolfram O3'ü də yazmışdıq Y variantında. 3 mol hidrogen bizə lazım idi. Bu variant heç bir yerə getmir. D variantına baxırıq. Mis 2 oksidin hidrogenlə mis 2 oksid baxmışaqlar. Hidrogenlə reaksiyasına elə 1 mola 1 mol reaksiya gedirdi. Ona görə də Y variantı gedir 2'yə. İşte B variantı gedir 2'yə. Elə Y variantına baxmamışıq. Gəlin Y variantına da baxaq elə. Hidrogen üzərinə gəlinsə xlor 2 reaksiya nəticəsində alınır 2 mol H xlor. 1 mol hidrogenlə 1 mol xlor reaksiyaya daxil olur. Elə 2'yə Y variantı da gedir. Bir tek A variantımız qaldı. Natriumun üzərinə gələrək hidrogen, natrium hidrid alınır.
Reaksiya niyazsallaşdıraraq 2 mol natriumla 1 mol hidrogen reaksiyaya daxil olursa 1 mol maddə, yəni 1 mol natriumda da 0,5 mol hidrogen reaksiyaya daxil olur. Ona görə də 1-ə gedir A variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə hidrogen-oksigen su bölməsindəki hidrogen mövzusunu tamamilə bitirdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.